Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz 105.5 dalğasında. Bizi həm izləyən, həm də dinləyən hər kəsi salamlayıram. Sizinlə mənəm Sona Buynina. Layihə rəhbərimizi salamlayıram, Sədaqət xanım. Və bizim bugün studiyamızda çox gözəl bir mövzumuz olacaq. Fobiyalardan danışacağıq. O qədər maraqlı bir mövzudur ki, əslində ətrafımızdakı insanlara baxsaq, bəlkə də fobiyası olmayan çox az sayda, barmaqla sayılacaq qədər insanlar var. Çünki hər kəsin nədənsə bir şeydən qorxusu var. Kimi pişikdən qorxur, kimi qandan qorxur, kimi liftə minməkdən qorxur, kimi sudan qorxur, sürətdən qorxan var, havadan qorxan var, çölə çıxmaqdan qorxan var, var da var yəni. Bugün çox maraqlı bir müsahibim var studiyamızda. Dəyərli mütəxəssisimiz, klinik psixoloq, konsultant, hipnoterapevt, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru. Eyni zamanda beynəlxalq hipnoterapevt federasiyasının üzvü, eləmi? Kamilə Kazımova studiyamızın qonağıdır. Kamilə xanım, xoş gəldiniz. Çox təşəkkür edirəm Sona xanım. Nəhayət ki, gəlib bura çıxmaq nəsib oldu. Nəsib oldu. Çox təşəkkür edirəm dəvət üçün sizə, Sədaqət xanıma xüsusi təşəkkür edirəm və qeyd etdiyiniz kimi, əziz izləyicilər, çox maraqlı bir mövzudur. Sona xanım da onu inanıram ki, çox gözəl təqdim edir və birlikdə bugün sizlərə həmişəki kimi biz çalışacağıq ki, nədəsə nəyinsə aydınlaşdırmasına kömək edək. Bəlkə də elə olacaq ki, bizim təlimlər olub ki, təlimin əvvəlində maska ilə gəliblər, təlimin sonunda maskanı çıxarıblar ki, artıq biz yendik bunu. Ümid edirəm ki, bax, çox sağ olun. Biz bugün də buna nail ola biləcəyik. Bugün də yəqin ki, tam da deyə bilmirəm, amma kimlərdəsə ən azından nail olacaq. Elə insanlarda yazarlar bizə. Nə sualınız varsa, nömrəni mümkünsə xatırladaq. Bəli, xatırladaq. Kamilə xanımla əlaqə saxlamaq istəyənlər bu arada, Kamilə xanım, yəni indi burada. Bəli, Kamilə xanım bu arada sizə qeyd edeyim ki, ailə psixologiyası ilə də məşğuldur. Bugün əgər bu sürətlə boşanmaların, ailə münasibətlərinin, cəmiyyətdə gənclərin ümumiyyətlə bir-biri ilə münasibətlərinə nəzər salsaq, ailə psixoloqlarına çox ehtiyacı var. Ailə psixologiyasına yanaşmaya çox ehtiyacı var. Ona görə də canlı efirimizdə bugün 055 999 1055-i yığaraq bizimlə əlaqə saxlaya bilərsiniz. Kamilə xanıma suallarınızı ünvanlamaq imkanınız rahatdır. Baxın, bugün Media FM sizin üçün bu şəraiti yaradır. Öncə belə başlayacağıq. Sualımız çox bəsit görünsə də, amma bunu izah etməliyik ki, fobiya nədir? Bəli, çox maraqlı sualdır. Fobiya nədir? Biraz öncə biz sizlə verilişdən öncə də bir balaca söhbətimiz oldu. Bəli. Doğrudan da bu fobiya nədir ki, hər kəsi narahat eləyir belə. Hər kəsi də deməyək, yəni əksər insanlarda var. Demək olar ki, mən bunu təcrübəmə istinadən deyirəm, illərin təcrübəsinə. Demək, fobiya dedikdə əslində reallıqda qorxu yaratmayacaq. Bax, fikir verək. Reallıqda heç bir qorxu yaratmır. Yaratmayan obyekt, fəaliyyət, vəziyyət və sadəcə olaraq bizdə qorxu yarada bilir. Obyektlərə əsassız qorxu yaranması. Bax, fikir verin. Bax, deyim sizə, bəzən olur, məsələn, toplaşırıq bir yerə, baxırıq ki, bir xanım, bəli, baxın, məsələn, baxırıq ki, bir xanım, məsələn, pişik görüb masanın az qala üstünə tullanır ki, o mənim ayağıma dəyər. Niyə icazə verdiniz, bura pişik gəldi? Hamı ona qeyri-adi baxır. Baxırsan ki, nə əlaqə? Niyə pişikdən bu dərəcədə qorxursan axı? Bəli, bəli. Deməli, əsassız qorxudur fobiya. Bəli, bəs ona görə deyirəm, görürsünüz, deyirəm ki, əsassız qorxu əsasında yaranır və insanları narahat edir. Doğrudan da fobiya anlayışının öz mahiyyətinə geçsək, bu necə yaranıb? Demək, qədim Yunanlarda fobiya adlı bir nəfər olub və bu insan öz düşmənlərində qorxu yaradarmış. Yəni qorxu yaradarmış və sonra isə insanlar başqalarında, düşmənlərində qorxu yaratmaq üçün onun adı Fobos olub. O Fobosun şəklini həmişə çəkərlərmiş. Yunan tanrısı da bilirsiniz də, bəli. Və onun şəklini çəkərlərmiş və düşmənləri onu görəndə artıq bunlarda bir vahimə yarana bilərmiş ki, yəni bu insan gəlir də, bu insan buradadır və beləliklə də bu heç bir əslində obyektdən və ya da dediyimiz kimi o vəziyyətdirmi, situasiyadırmı, yəni heç bir qorxu olmamalıdır orada və insanlar başlayıblar ondan qorxmağa. Yəni bu şəkildə yaranıb, formalaşıb və
zamanla gəlib bizim dövrümüzə də çatıb ki, sən demə, insanlar hər hansı bir obyektdən qorxanda bu əsassız yaranırsa, qədərini aşırsa, bizim rəhmətli professorumuz Əkbər Bayramov vardı, onun bir gözəl sözü var, həmişə deyirdi, əndazəsini keçirsə, əndazə yəni o etidal deyirlər də, orta hədd. Yəni müəyyən həddi keçirsə, artıq bu fobiyaya çevrilir. Niyə mən bunu xüsusi vurğulayıram? İnsan özündə fobiya olduğunu anlayırmı? Təəssüf ki, bəzən başa düşmürlər. Nə mənada başa düşmürlər? Məsələn, mən insanlarla işləyirəm. Deyir ki, soruşuram da. Deyir, mən düşünürdüm ki, hər kəs bir şeydən qorxur. Yəni ki, bu da belə adi bir haldır da. Yəni bu məndə də var. Yəni illərcə varsa, bununla da alışaraq və yaşayırlar. Qorxurlar. Məsələn, tutaq ki, pişik fobiyası, it fobiyası da fərqi yoxdur da. Danışacağıq bunu. Bunları aradan qaldırmasaq nə olar? Bunları danışacağıq. Bəli. Yəni onlar olan yerə gedə bilmir, narahatdır. Amma düşünür ki, yəqin ki, bu belədir də. Elə mənim, sizin də, mənim də bir məqsədimiz də ondan ibarətdir ki, bunları zaman efirlərdə insanlara çatdırmaq, maarifləndirmədir. Çox sağ olsun, yəni sizin radionun rəhbərliyi də ki, buna imkan verirlər ki, adamlar başa düşürlər ki, bilsinlər ki, sən demə fobiya mövcuddur. Fobiya var, yəni olmalı deyil. Normal insanda bu niyə olmalıdır? İndi biz qorxu fobiya anlayışını yəqin ki, bəli, müqayisə edəcəyik. Yəni qorxu ola bilər, qorxu başqa məsələdir, amma fobiya bu başqa bir şeydir. Qorxu insanı heç vaxt yəni narahat etsə də o lazımdır, deyəcəyik ona. Amma axı fobiya məni narahat edirsə, mənim həyatımı məhdudlaşdırırsa, mənim rahatlığımı əlimdən alırsa, onda mən bunu nəyə görə vaxtına qarşısını almalı deyiləm. O zaman Kamil xanım, məndə məsələn sürətdən də onda qorxum var deyə bilərəm, eləmi? Sürətdən ehtiyat edirəm. Yəni mənə zərər verə bilər. O fobiya deyil, eləmi? Sürətdən ehtiyat etmək iki cürdür. Biri var ki, siz fikirləşirsiniz, sürəti artıraram. Sürət artırılmalı yerdirsə, tutaq ki, 100 ilə getməlisinizsə siz orada 90 sürürsünüzsə, əksinə siz daha da ziyan edə bilərsiniz. Bəli. Niyə? Çünki arxadan gələn maşın öz sürətini başqa cür götürəcək, yenə problem yaranacaq. Deməli, burada artıq fobiyadır. Yox, əgər siz orada 100 deyib 120 sürürsünüzsə, bəli, bu qorxudur. Burada qorxu normal haldır. Ki, mən 120 sürərəmsə, hər hansı bir problem yarada bilərəm. Əvvəla olmaz, bilirik ki, qayda pozmasıdır. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi isə o düzgün deyil. Yəni kim olur olsun, fərq etməz. O sürəti artırırsa, bəli, o qorxu əslində olmalıdır. Amma ilandan qorxmağım fobiyadır. Bəli, ilandan qorxmaq belə deyək, həmi qorxudur, həmi fobiyadır. İzah edəcəm. Necə? Məsələn, mən böyük bir ilan qabağımda dayanıbsa və mən oradan çıxıb gedə bilərəm də. Mən deyirəm ki, mən qorxmuram, amma ilan mənə heç nə eləməyəcək. Başlayıram ilana yaxınlaşıram. Və ilan sancır. Və ilan məni sancır. Bu başqa bir məsələdir. Biri də var ki, mən xanım tanıyıram, bəlkə də eşidir. O xanım, mən onu bir efirdə də demişəm, mənim hətta bir dənə klonum var idi, onun üstə ilan belə forması vardı. Mən məsələn oyuncağından da qorxuram. Eynən. Təzə-təzə o görüşəndə deyirdi ki, xahiş edirəm, mən olanda onu taxmayın da. Mən də eynən belə rahatsız oluram. Bəli, o çox narahat olurdu. Bu artıq konkret olaraq fobiyadır da. Yəni bir dənə klondur da. Bu klonun üstündə balaca bir ilanın şəkli və yaxud amma mən sizə bir şey deyim, bijuteriyada onu aşmışam, özümə ilan bəzəli bir üzük almışam. Ki, gəl dost olaq. Bəli, gəl dost olaq, artıq sən mənim dostumsan, heç bir problem yaranmaz, heç bir şey olmayacaq. Amma o yumşaq oyuncağından hələ də qorxuram. Niyəsə o mənə həqiqi ilanı xatırlatdığı üçün hələ onu aşa bilmirəm. Bir neçə dəfə hətta əlimə götürdüm ki, yəni bu oyuncaqdır, sonra qorxma. Yenə də özümün asıl deyil, yəni ona qarşı qəribə bir duyğum var. Növlərindən danışaqmı fobiyanın? Bir qorxunu bir dənə mümkünsə buyurun. Dediyimiz kimi, bax qorxu insanı əksinə təhlükəsizliyini təmin edir. Yəni hər bir biz dünyaya gələrkən bu özünü müdafiədir. Bəli, özünü müdafiə mexanizmidir. Özümüzü müdafiə edirik. Elə bir yer var ki, qeyd etdiyimiz kimi, mən maşını 200 ilə sürüm, deyim ki, mən qorxmuram. Və nə olacaq da. Yəni bu da düzgün bir məsələdir. Və yaxud da ki, bir uçurumun başındayam, dayanmışam orada. Yəni ehtiyat etməsəm, orada mən sürüşə bilərəm və hara gedib çıxacağam Allah bilir. Yəni elə şeylər var ki, oradan qorxmalıyam. Düşmən gəlir üstümə, mən özümü maksimum səviyyədə qorumalıyam da, düzdürmü? Dediyimiz kimi qorxuda belədir ki, insan özünü qoruyur və bütün insanda olan o potensial deyək də, qaçmaq lazımdırsa qaçmaqdır, nə etmək lazımdırsa onu edərək özünü oradan o rahatlığını, yəni təhlükəsizliyini təmin edir. Sadəcə bu real olmalıdır hər kəsdə. Amma qorxu qeyd etdiyimiz kimi
artıq öz qədərini keçdisə, davamlı şəkildə düşdüsə, insanı narahat etməyə başladısa, burada artıq həyəcan təbili çalmaq lazımdır ki, bu artıq fobiyadır. Düşünmək lazımdır. Bəli, düşünmək lazımdır. Qoy hər kəs bunu bilsin. Təəssüf ki, deyəsən canlımız, bilmirəm, nəsə telefon kəsildi canlı. Təəssüf ki, yenidən cəhd edəcəm. Yəni burada artıq biz narahatçılığımız başlayacaq və bizi zaman-zaman narahat etməyə başlayacaq. Zaman-zaman rahatlığımızı əlimizdən alacaq. Zaman-zaman gərginliyimizə səbəb olacaq. Təzədən əlavə bir hansısa, indi ondan danışacağıq yəqin ki biz, əlavə başqa bir problemin yaranmasına, ikincili bir diaqnozun olmasına gətirib çıxardacaq. Obsessiv kompulsiv pozuntu ola bilər, depressiya ola bilər. Onsuz da biz danışacağıq bunu. Fobiya olan yerdə mütləq təşvişli həyəcan pozuntusu da mütləq şəkildə olur. Panik ataklar yaranır və s. Yəni bunlar da bununla bərabər gedəcək. Görün nə qədər problemin yaranmasına səbəb olur və insanın hətta həyatında konkret olaraq indi deyəcəyik bəzi fobiya növləri konkret həyatın məhdudlaşmasına səbəb olur. İnsanın işdən uzaqlaşması, bəli, deyəcəyik müəyyən fobiya növləri var ki, bunlarda bu belədir artıq. İşdən uzaqlaşmasına səbəb ola bilər. Yəni bax bu kimi şeylər olanda indi görün ki, insan üçün nə qədər bunun mənfi tərəfləri var. Yəni o insan mütləq şəkildə o mənfi tərəfləri görməlidir ki, vaxtında ondan azad olsun. Ona görə də fobiyamızı biz özümüz aydınlaşdırmaq ki, bu məndə fobiyadırmı, qorxudurmu? Məsələn, soruşursan, deyir ki, nə olsun ki, fobiyadır, adi bir haldır da, keçib gedəcək. Hamı da var da, kimsə nədənsə qorxur da, yox, niyə qorxmalıdır ki? Məsələn, mən heç nədən qorxmuram. Yəni, belə bir söz var, əstəğfurullah, deyir, Allahdan başqa heç kəsdən qorxmuram. İndi, yəni, görsün, nəticədə orada da bir qorxu var bəlkə də. Yəni, doğrudan da insan, sağlam psixikaya malik olan insan, yəni, xahiş edirəm, izləyicilərimiz, dinləyicilərimiz başqa istiqamətdə düşünməsinlər. Nə mənada deyirəm? Yəni insan o psixikanı qorumalıdır. O sağlam psixikaya malik olan adam heç nədən qorxmalı deyil. Yəni fobiya olaraq. Qorxu bir də deyirəm, qorxu olmalıdır. Ehtiyat qorxu olmasa, bəli. Ehtiyat edin yaraşığıdır. Təbii ki, qorxu olmasa biz bəlkə də çox şeylər edə bilərik, həyatımızı təhlükəyə ata bilərik də. Ona görə də o fobiyanı aydınlaşdırmalı və bu fobiya bizdə varmı, nədən yarandı, necədir, bunları aydınlaşdırmaq lazım. Çünki indi fobiya yaranma səbəblərinə yəqin ki bir balaca toxunacaq. Vaxt çox azdır, bilirsiniz. Doğrudan da fobiya elə bir geniş bir mövzudur ki, insan başlayanda istəyirsən ki, nələrisə çatdırasan hər kəsə də, amma baxırsan ki, çox şey çatdıra bilmirsən. Elə mən istəyirdim səbəblərindən danışaq, onun növlərindən, səbəblərindən. Bunlar çox önəmlidir. Çünki dediniz ki, fobiyanın o qədər növləri var. Bu diqqətimi çəkdi. Bəli. Fobiyanın növləri çoxdur. Mən qısa ondan deyəcəm. Təsnifatları var. Birinci biz qeyd edə bilərik ki, yəni bu fobiyalar spesifik fobiyalar deyirlər. Yəni spesifik fobiyalar, xüsusi fobiyalar, bax elə sizin dediyiniz pişik fobiyasıdır, it fobiyasıdır, ilan fobiyasıdır. Çox dəbdədir. İnsanlarda çox qorxurlar müəyyən bir həşəratlardan, bəli, böcəklərdən qorxanlar, hörümçəkdən, çəyirtkədən. Hörümçək qorxusu ümumiyyətlə çoxdur. Bəli. Təsəvvür edin ki, mən təsəvvür etməzdim ki, bu qədər hörümçək qorxusu olan insanlar var da. Hələ mən təbii ki, hamını bilmirəm də bu qədər qorxu. Baxmayaraq ki, mən uzun illərdir fobiya ilə məşğulam, fobiyanın yəni aradan qaldırması ilə məşğulam. Həm də bir hipnotçu olduğum üçün. Amma yenə də baxırsan ki, gün-gündən artır. Çox da həddindən artıq pişik fobiyası, yəni təyyarədən qorxma, təyyarə fobiyası, insanlar həyatları bax burada da məhdudlaşır, təyyarəyə qalxa bilmirlər, hansısa bir istirahətə gedə bilmirlər, gəzməyə gedə bilmirlər, su fobiyası, dəniz fobiyası, üzmək fobiyası. Yay olanda insan var ki, deyir ki, mən istirahətə getməyi həsrətəm, çünki evdəkilər tutaq ki, qorxurlar. Hətta xatırlayırsınızsa, hamının çox yaxşı tanıdığı Şaban qorxurmuş təyyarəyə minməkdən və elə də deyilənə görə bəli, ürəyi partlamasına səbəb onun təyyarəyə minməsi olubmuş, ürəyi narahat olub. Bəli, eynən, tamamilə düz deyirsiniz. Yəni fobiyalarınızı elə belə baxmayın. Dediyimiz odur. Kəmilə xanım, qısa bir fasiləmiz olacaq. Fasilənin ardından davam eləyəcəyik. Mən istəyirəm Kəmilə xanımla əlaqə nömrələrini də sizin üçün xatırladım. 050 471
471 10 44 nömrəsi burada WhatsApp-da var. Eyni zamanda 055 487 84 84 nömrəsini yığaraq Kəmlə xanımla əlaqə saxlaya bilərsiniz. Canlı efirimizin nömrəsi isə hal-hazırda bizə fobiyalarla bağlı suallarını ünvanlamaq istəyənlər üçün 055 999 10 55-i yığmaq imkanınız var. Media FM-in efirindəyik. Qısa bir reklam fasiləsindən sonra davam edəcəyik. Media Doktor devam eder. Biz davam edirik. Bir daha vurğulamaq istəyirəm. Bu gün mənim həmsöhbətim klinik psixoloq konsultant, hipnoterapevt, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kəmilə Kəzimovadır. Kəmilə xanımla əlaqə saxlamaq üçün 054 71 10 44 nömrəsini, eyni zamanda 055 487 84 84 nömrəsini yığa bilərsiniz. Canlı efirimizin nömrəsi isə 055 999 10 55-dir. 105.5 FM-i yığmaq üçün biz bugün fobiyaların yaranmasından, aradan qaldırılmasından danışırıq və Kəmilə xanım çox gözəl bir kurs üçün şərait yaradır dinləyicilərimizə və ümumiyyətlə mütəxəssislərə. Deməli, bu kursdan kimlər yararlana bilər? Kursdan yararlana bilər nevroloqlar, psixoloqlar, psixologiya fakültəsində təhsil alan tələbələr. Yəni gələcəkdə sözün əsl mənasında fobiyalarla işləmək üçün onlara hər hansı bir məqam lazımdırsa mütəxəssislər müraciət edə bilərlər. Fobiyaların yaranması və aradan qaldırılması ilə bağlı kursa iştirak etmək üçün, əlaqə saxlamaq üçün də bir daha deyirəm 050 471 1044 və 055 487 84 84 nömrəsi ilə əlaqə saxlaya bilərlər və Kəmilə xanım çox gözəl bir şans yaradır kimin üçün? Ola bilər ki, siz hər hansı bir belə deyək, mütəxəssis olaraq hər hansı bir sahədə çalışmırsınız, məsələn evdar xanımsınız, ya da hər hansı başqa bir sahədə fəaliyyət göstərirsiniz, amma bu kursda iştirak edib fobiyalarla bağlı nə isə öyrənmək istəyirsiniz. Bax, onlara da Kəmilə xanım şərait yaradır. Deyir, istəsə evdar xanımlar belə gəlib iştirak edə bilərlər, amma fərq var. Mütəxəssislər ki var, psixoloqlar, nevroloqlar və s. ki onlar gələcəkdə psixologiya üzrə fəaliyyət göstərəcəklər və fobiyalar onlara lazımdır. Uğurlu nəticə göstərənlər sertifikat alacaqlar. Amma qeyri-ixtisasdan gələn insanlar sertifikat almayacaqlar. Sadəcə dinləyici ola bilərlər. Əslində gözəl bir şansdır. Mən çox istərdim ki, psixologiya kurslarının hər birində bu nəzərə alınsın. Çünki məsələn aparıcılar özləri olsun, müəllimlər özləri olsun, ya da başqa sahədən kimlərsə ki, məsələn onlar psixoloq olaraq fəaliyyət göstərmir, amma onların peşəsinə bu lazımdır. Əslində istənilən insan bu sahədə gəlib məlumat əldə edə bilər. Qəşəng bir şansdır. Bəli, elə mən oradan başlayım. Buyurun. Daha çox anlaşıqlı olsun. Ola bilər kimsə məlumat almaq istəyir. Niyə görə deyirəm sertifikatı onlara verə bilmərik? Səhərsi günü. Bəli. Deyər mən də psixoloqam. Bəli. İndi onsuz da biraz təhlükəlidir belə. Bəli. Yəni hər bir adam gələcək ki, mən kurs keçmişəm. Biri var təlim olsun, hansı bir günlük eybi yox. O hardasa bir günə insan gəlib fobiya haqqında hər şey edə bilməz. Amma kursda müəyyən bir, çünki orada biz həm praktik verəcəyik, hər hansı bir terapiyalardan da istifadə edəcəyik, yəni bunları göstərəcəyik. Ona görə də gələcəkdə deyə bilər ki, mən Kəmilə xanım kursunu keçmişəm və mən fobiyalarla məşğulam. Bunun qarşısını almaq biraz çətin olar. Ona görə də qeyri-ixtisaslara, yəni mütəxəssis olmayan insanlara o sertifikatı vermək biraz çətin olar. Doğru deyil, daha bəli, doğrusu. Psixologiya fakültəsinin tələbələri də bilirəm ki, gələcəkdə bunlar olacaqlar. İnşallah ki, müvəffəqiyyət arzulayıram hər birinə. Və yaxud da ki, psixoloq işləyirlər, artıq nevroloqlarımız var. Ümumiyyətlə, bu sahə ilə sözün əsl mənasında qanuni şəkildə kimsə məşğul olursa, bunlara heç bir problem yoxdur. Amma belə də niyə görə də kənar insanları, yəni qeyri-ixtisasları, evdar xanımlara qədər hətta biz bunu deyirik, həmən onlayn olacaq, rahat bir şəkildə şərait var. Yəni istəyən dinləyə bilər. Həm də mən istəyərəm ki, bunu hər kəs, bütün xalqımızın insanları bunu öyrənsinlər, bilsinlər ki, maariflənmə məqsədi ilə, maarifləndirmək məqsədi ilə. Çünki indi yaranma səbəblərini də yenə deyirəm, imkanımız baxıram ki, çox azdır, vaxt sürətlə keçir. Bəli. Deyəcəyik nələr isə ki, bəzən onlar bəlkə də bunu bilsələr, öz evladlarına bunu etməzlər. Məsələn, evladı küncə qoyuram, evladı qorxuduram, bunu etsən səni belə edəcəm, bunu etsən bu olacaq və gələcəkdə hər hansı bir fobiyası yaranır. Deyir ki, görürsən, mən bu uşağa neynəmişdim ki, bu uşaq belə oldu. Ona görə mən istəyərəm ki, bunlar belə olsun. Tutaq ki, məktəb fobiyası yaradırlar uşaqlarda. Məktəbə sən getsən, məktəbdə səni müəllim bax bilməsən, səni müəllim belə incidəcək, belə olacaq, bizi kimi olmayacaq. Müəllim haqqında belə bir dəhşətli
bir obraz yaradırlar və uşaq məktəbə getməkdən Eyni zamanda imtina edir. həkim barəsində də. Həkimlik, bəli, həkim olsun. Aydınlaşdırmaq lazımdır ki, məsələn, həkim insana kömək edən insandır. Bəli. İynə fobiyaları var insanların əksəriyyətində. Hansı ki, elə bir insanlar var ki, hər kəs də bir də qeyd edirəm, bunu bilmədiyi üçün, mütəxəssisə vaxtında müraciət etmədiyi üçün illərlə xəstə olur və o böyük bir problemlər yaşayır və həkimə gedə bilmir. Və bəzən mən evladlar tanıyıram ki, qorxuları, fobiyaları var, qorxuları yox, fobiyaları var və onu valideynlərinə demirlər, öz daxilində saxlayır. Tutaq ki, valideyn deyir ki, həkimə gedir, sadəcə deyir ki, yox, yaxşıyam. Vəziyyəti pis də, heç də yaxşı deyil. Gözünün qabağına gətirək ora gedəcək və həkim ona iynə vuracaq. Bunu bu necə deyəcək, deyə bilməyəcək. Hansı ki, bunu valideyn özü yaradıb. Bax, bu cür şeylər çoxdur. Çox fobiyalar var ki, həyatda qazanılır. O həyatda qazanılan fobiyaların, xüsusilə valideynlər tərəfindən olan o fobiyaları heç olmasa aradan qaldırmaq üçün istəyərik valideynlərimiz də iştirak etsin, müəllimlərimiz iştirak etsin, uşaqların imtahan fobiyaları olur. Həddindən artıq çox. İçəri girən kimi uşaqlar imtahan gəlir, bax imtahanda belə olacaq, elə olacaq. İmtahan olmamış qorxunu yaradırlar bəli, artıq. abituriyent olsun, tələbə olsun. Artıq imtahan bunun gözündə dəhşətli bir şeydir. Düzdür, demirək imtahan o qədər də asan deyil, adam deyir, imtahandan keçirsə, amma biz fikirləşməliyik ki, həyat imtahanı ola-ola o imtahanlar insan üçün məncə heç nədir. Yəni hansısa bir inkişafdır. Mənim gözəl bir abituriyentim var, imtahan verdi, uğurlar arzulayıram ona da. O gözəl bir söz istədi ki, imtahan mənim üçün bir pilləkəndir və çıxıram, yavaş-yavaş qalxıram. Doğrudan imtahan budur insan üçün, insanın yüksəlişidir, inkişafıdır. Hər imtahan verdikcə bir pillə qalxırsan, bir pillə qalxırsan, buna bu cür baxmaq lazımdır da. Yoxsa ki, imtahan dəhşətli bir artıq fobiyadır, institut fobiyadır. Yəni, bu fobiyadan dolayı instituta gedə bilməyən insanlar vardır. Bəli. Yəni, real mənim tanıdığım insan çox şükür şimdi qaydasında. Hətta yüksək nəticə göstərənlər belə görürsünüz ki, o qədər həyəcanlanır. Hər aləmi qatır bir-birinə orada. Dediyim kimi, var stres qısa bir balaca. Bəli. Bir də artıq o fobiya şəklinə keçib. Özünün də xəbəri yox ki, o fobiyadır. Sadəcə elə ki, stresdir. Yəni, az miqdarda stres ola bilər. Çox normaldır bu, hər kəsdə ola bilər. Amma artıq o şəklini dəyişirsə, başqa formaya düşürsə, fobiyaya çevrilirsə, bu insan üçün artıq problemlər yarada bilər. Təhlükəlidir. Yəni, bax, bu məsələlər var. Bəli, ona görə də həmişə çalışmalıyıq ki, biz mütləq şəkildə bunların qarşısını neyniyək? Alaq. İstəyirsinizsə yaranma səbəblərinə və növlərinə keçək fobiyanın. Növlərindən? Bəli. Çünki bayaq dediniz, hətta bu bir neçə vəziyyətdə, məsələn, OKP ilə birlikdə özünü göstərə bilər, insanın gələcəkdə hətta xəstəliklərinə səbəb ola bilər. Dediniz ki, bunun daha böyük formaları, versiyaları var. Ona görə mən istəyərdim ki, bunları vaxtımız daralmadan incələyək. Bəli, biz növlərindən danışırdıq. Elə mən dedim spesifik fobiyaları. Spesifik fobiyalar həddindən artıq dediyimiz kimi çoxdur. Sonra biz deyə bilərik sosial fobiyalar. Yəni sosial fobiyalar nədir? Bu da bax, məhz insanın dediyimiz kimi həyatını məhdudlaşdıran fobiyalardan biridir. İnsan cəmiyyət içərisində danışmaqdan qorxur. Nəyisə deməkdən qorxur. Tutaq ki, siz məni dəvət etmisiniz ki, gəlin çıxış edin, biliklərinizi insanlarla paylaşın, bəli, bölüşün. Mən fikirləşirəm, görəsən mən necə danışaram. Ola bilər ki, insan nədəsə, heç kəs robot deyil, nədəsə səhv edə bilər, hansı istiqamətdə nələrsə də ola bilər. Amma biri də var, mən başlayıram danışmağa və danışa bilmirəm. Düşünürəm ki, görəsən dinləyənlər nə düşünür? Görəsən mən burada səhv dedim, görəsən düz deyəcəm, görəsən necə deyərəm, necə edərəm? Adi telefonda danışmaq, necə danışaram? İctimai içərisində bir restorana getmişik, yemək yemək. Görəsən mən necə yemək yeyə bilərəm? İnsanlar mənə necə baxa bilərlər? Bir baxış. Məsələn, pasiyent var ki, deyir ki, mən elə gəlir ki, mən nə cürsə belə dedim, görəsən düz dedim. Mənə görəsən başqa cür baxmazlar, əzik kimi baxmazlar. Mən adamların gözünün içinə baxsam yaxşı olar, baxmasam yaxşı olar. Təsəvvür edin, bunların hamısı insanda nədir? Narahatçılığa gətirib çıxarır da. Narahatçılığa səbəb olur və insan narahat olur bu şeylərdən və yavaş-yavaş nə edəcək? Uzaqlaşacaq. Ən yaxşısı nədir? Heç mən danışmayım, heç mən çıxış etməyim. Tələbələr var ki, gəlirlər, otururlar, deyirsən ki, dərsdə kim danışmaq istəyir? İnsan səsini çıxartmır. Qaldırırsan, tutaq ki, baxırsan ki, danışmağa başladı. Və sonra deyirsən ki, niyə danışmırdın? Deyir ki, nə bilim, müəllim, elə bilirəm ki, yaxşı hazır deyiləm. Fikir verin. Yəni, o təqdimatdan qorxur ki, bu görəsən danışsa nə deyəcəklər? Və yaxud da ki, bizdə turbinalar var da, gəlib tələbələr orada çıxıb adətən təqdimatı ehli edirlər. Deyir ki, olar ki, yerimdə danışım. Mən tələbələri eşidənlər bəli eşidir.
mən adətən tələbələr seminar dərsim hansı qrupda varsa, mütləq şəkildə o tələbələri bu günə yox, gələcəyə hazırlayıram. Deyirəm, gələcəkdə bir psixoloq olacaqsınız, bir təlim verəcəksiniz. Çıxın və qrupu idarə edin. Sualı da özünüz verin, cavabı da özünüz alın. Mən təbii ki, nəzarət edirəm, qarışıram öz yerində. Mən əsas onlara istiqamətlərinə deyirəm, mən yoxam, mənə baxmırsınız. Yəni görürəm ki, bəziləri sərbəstdir, amma elələri var ki, başını qaldırıb heç kəsə baxmır, bir nöqtəyə baxır. Baxırsan ki, bunda artıq o narahatçılıq var, onun əlamətləri görünür. Eləsi də var ki, ümumiyyətlə deyir ki, müəllim, yox, çıxmayım da, xahiş edirəm. Baxırsan ki, sonra fərdi söhbət edirsən ki, bu adamda artıq bu fobiya var, narahatçılıq var və get-gedə o nə ola bilər? Daha da arta bilər. Bu hər yerdən kənarlaşacaq. Mən ona görə deyirəm ki, baxın, görün fobiyalar nə qədər mənfi təsirləri var da. Mən hərəsindən qısa-qısa bəli, çalışacağam, danışım. Sonra biz qeyd edə bilərik agorafobiya, küçəyə çıxmaq qorxusu. Burada da insan həyatı məhdudlaşır. Mən küçəyə fikirləşirəm ki, küçədə mənə nəsə ola bilər. Küçə mənim üçün təhlükə mənbəyidir. Mən küçədə tək qalacağam. Küçə deyəndə burada söhbət mağazinə getməkdən gedir, tutaq genüsdə gedəcəm. Fərqi yox da, bunun hamısını biz deyirik ki, ətrafa çıxmaq. Evdən kənar, evdən kənar, belə deyək. Bir mənzilə çatmaq üçün. Bəli, evdən kənar. Mənim üçün ən rahat yer, ən təhlükəsiz yer evdir. Komfort zonam. Bəli, komfort zonam, komfortdan da əlavə, evdə rahatam, vəssalam, qutarda getdi. Mən kənara çıxsam, nələrsə baş verə bilər. Mənə nəsə ola bilər, mənim köməyimə heç kim çata bilməz, özümə nəsə ola bilər. Hələ bunlar da hələ komorbid indi deyəcəm olsun, ümumiyyətlə dəhşət olacaq. Və mən nəyi seçirəm? Evdən çıxmamağı. İndi təsəvvür edin. Başlayıram asosiallaşmağa. Bəli, evdən çıxmamağı seçirəmsə, yavaş-yavaş mən evdən çıxmayacağam və nə baş verəcək? Mən tamam, tutaq işləyirəmsə işə getmirəm, tələbəyəmsə dərsə getmirəm. Ümumiyyətlə fərqi yoxdur. Hansı sahənin adamıyamsa, mən cəmiyyətlə əlaqəm kəsildi. Və cəmiyyətlə əlaqəm kəsildisə, mən evdə oturacamsa, istər-istəməz məndə başlayacaq ikincili bir problem yaranmağa. Depressiya ola bilər bu. İnsan istər-istəməz mühitindən ayrılacaqsa, işindən ayrılacaqsa, insanlardan ayrılacaqsa və əvvəl xüsusilə də aktiv bir fəaliyyətdə olubsa, bu insan yavaş-yavaş depressiv vəziyyətə düşəcək. Və depressiv vəziyyətə düşdükdən sonra ikinci bir böyük bir problem yaranacaq. Mən indi burada mövzumuz konkret depressiya deyil, bu komorbid artıq olur. Fobiyanın komorbid. Fobiyanın komorbid olan nədir? Biri mütləq fobiyadır, biri isə başqa hansısa yanaşı gedən bir xəstəlikdir. Fobiyadan yarana bilər. Və yaxud da ki, o fobiyanı yarada bilər, fərq etməz. Amma ən çox fobiyadan da yarana bilər bu. Və depressiv vəziyyətdə insanlar hər il milyonlarla insan depressiya ucbatından özlərinin əmək fəaliyyətindən geri qalırlar. Təsəvvür edin. Bu artıq birinci sosial mühitdən uzaqlaşmışdı. İndi isə evdə oturdu və artıq bunun əmək fəaliyyəti də dayandı. Yəni əmək fəaliyyəti nə mənada? Evdə adi, ev işləri. Heç nə də bilmir, heç bir şeylə məşğul ola bilmir. Belə bir insanın vəziyyətini təsəvvür edin. Və get-gedə də vəziyyəti təbii ki pisləşir, intihar vəziyyətləri və s. davamı gəlir də bunun. Ona görə də bax burada biz dediyimiz kimi tutaq ki hər hansı bir yerə çıxmaqdan qorxmaq varsa, fobiya, qorxu yox deyə. Çünki hər birimiz hər gün harasa gedirik, harasa gəlirik, bəli də həyatın ehtiyacları var. Bəli də lap evlər olan insanlar belə harasa gedirlər. Yəni bəzən görürsən ki, hətta bunu gizlədən insanlar var. Mən rast gəlmişəm, insan ailə quracaq, deyir ki, çörək almağa gedə bilmir. Bunun agorafobiyası var, yəni çıxa bilmir. Deyirəm, yaxşı, bu səhər ailə quracaq. Necə bunu gizlətmək olar da? Yəni belə insanlar da olur ki, bəzən həyatda fikirləşirlər ki, gedəndən sonra tutaq ki, mühitini dəyişəndən sonra düzələcək. Bu düzələcək. Amma onu mütləq şəkildə müalicəsini aparmaq lazım ki, və insanlara başa salmaq lazım. Buradan da hər kəsə səslənib ki, bu fobiyadır. Yəni düşünək, mən niyə
hər hansı bir yerə çıxmaqdan qorxmalıyam. Niyə? Səbəb nədir? Mən həmişə deyirəm, lift fobiyası biraz öncə biz deyəndə xüsusi fobiyaların içərisində bəli, klostrofobiya, bağlı məkandan qorxmaq. Deyirəm ki, mən liftdə hər şey uzaq olsun, həyatda da nəsə ola bilər. Qala bilərik liftdə, bəli. Ola bilər ki, bütün günü mən fikirləşim ki, mən liftdə qala bilərəm, liftdə minməyim, liftdə nəsə ola bilər, liftdə və s. ola bilər. Onda gərək liftdən hərəkət etməyim. Mən bütün pləkanları düşüm və bu tərəfdə də ürəyimdə problem varsa çıqa tartsın və yaxud da ki, pləkanın ortasında qalım, heç yuxarı qalxıb çıxa bilməyim. Yaxşı, bu nə qazanacam mən həyatda? Və bu artıq fobiyadır da, dediyimiz kimi. Burada sadəcə qorxu deyil. Bəzi adamlar deyir ki, yox, mən niyə, pləkan durub da, mən rahat açıqlığı qoyub niyə minməliyəm orada? Başa düşə bilmir ki, bu bağlı məkandan qorxmaqdır sadəcə olaraq lift fobiyası. Və yaxud da ki, deyir ki, içəri girsəm, qapılar hər yerdən bağlı olsa və qapının bir anlıq düşünsəm ki, cəftəsi yoxdur, mən nə vəziyyətə düşərəm, Allah bilir də. Mən orada deyir ki, yəni, həmin an deyir, mənim vəziyyətim deyir, gərginləşər. Və yaxud da dediyimiz ki, üzmək, tutaq ki, deyir ki, yox, mən heç vaxt, mən dənizə yaxın gedə bilmərəm, dəniz istiqamətinə baxa bilmərəm. Birdən nəsə olur, birdən. Bax, fikir verirsiniz, bu fobiyalarda birdən ssenari var. Onun öz ssenarisi var. Yox, ssenari bilsiz necədir? Burada obsessiv kompulsiv pozuntular olanda daha çox ssenarilər olur. Yoxsa fobiyanın, məsələn, biz ən spesifik xüsusiyyətlərindən biri odur ki, fobiyada konkret obyekt, sən obyektə yaxınlaşanda səndə narahatçılıq başlayır. Məsələn, bəli, liftə minəcəm, narahatlıq başladı. Bəli, paniklər var ki, təşviş həyəcanlarında, panik ataklarda məsələn, ola bilər ki, mən oturduğum yerdə məndə panik tutsun. Bu fobiya deyil, qarışdırmayaq bunu. Amma fobiyada da panik var. Onda sual verilə bilər ki, bunların fərqi nədir? Fərqi odur ki, fobiyada mən dediyim kimi liftdən mən qorxum varsa, fobiyam daha doğrusu varsa, mən liftə yaxınlaşanda, yavaş-yavaş liftə doğru gedəndə məndə başlayacaq bu. Hətta məndə çox ağırdısa, yüngüldürsə, kimlənsə bəlkə liftə minə biləcəm və düşənə qədər məndə o panik başlaya bilər və düşəndən sonra bitdi. Yəni obyekt bitdisə, bu bitdi. Amma tutaq ki, obsessiv kompulsiv pozuntu ilə komorbiddirsə, mənim beynimdə var, qururam ki, mən liftə minərəmsə, liftə bunlar olarsa, burada artıq həmin o sizin dediyiniz ssenari getdi. Bu necə olar? Birdən lift dayanarsa, fikir verirsiniz, bu artıq ikisinin birlikdə olandır. Amma təkcə fobiya olanda bu bir mənalı olur. Amma tutaq ki, it fobiyası var. Deyirlər ki, filan yerdə itlər var. Biz biraz öncə qeyd etdik. It fobiyası inanın eli qorxu formasında da hazırda yəni. Yox, qoy deyirəm, gəlirəm ona. Var ki, 5 dənə it var orada. 5 dənə it var və mən ora getsəm, doğrudan da eşidirəm ki, hər gecə tutaq ki, orada 5 dənə it gəzir bir yerdə və insanlara hücum edir. Bu fobiya deyil. Biraz öncə qeyd etdiyimiz kimi reallıqdan doğan qorxudur. Bu real qorxudur. Bəli, bu real qorxu olmalıdır. Əksinə mən desəm ki, mən qorxmuram və heç nə yoxdur əlimdə və gedirəm. Ola bilər, doğrudan da mənə hücum edə bilərlər. Amma biri də var ki, o da addımlayıram. Bəli, biri də var ki, bir dənə it var orada və o yazıq it, heç kimlə işi yoxdur. Amma mən qorxuram ondan. Bir tikə deyir ki, Allah, mənə bir Allahın bəndəsi bir tikə çörək versəydi, bir tikə ət versəydi, mən bu gecə yeyib rahat yatardım da. Sadəcə insanlara keçəndə belə yazıq baxır ki, mənə nəsə verin də. Və mən deyirəm, nə danışırsınız? Mən ondan qorxuram. Mən ora gedə bilmərəm, mümkün deyil. Kimisə ya yanıma almalıyım, kimsə mənimlə getməlidir. Hətta elə adam var ki, çox güclüdür. Yanında olan adamla da fərqi yoxdur da, heç adamla da gedə bilmir də. Ona görə də bax, bunlara aydınlaşdırmaq lazımdır ki, bu qorxudurmu, yoxsa necədirmi? Yəni, incə bir cizgisi var, ayrılır yəni onlar bir-birinə. Mütləq ayrılır. Dediyimiz kimi, bax, bu gətirdiyim misal kimi də, bu çox olacaqsa, həddindən artıq mən narahat olacamsa və məndə o beynimdə də yaratdığım o dediyimiz kimi komorbid də ola bilər, yaradacamsa, mən artıq fobiyanın daşıyıcısıyam, elə deyək də. Məndə fobiya var. Hər hansı bir obyektə qarşı. İmtahan da ola bilər bu, dediyimiz kimi indi qeyd etdik, çoxdur. İldırım. Məsələn, ildırım əslində qorxudur normalda. Amma biri də var ki, mən təbiətə çıxmıram. Mən deyirəm ki,
orada filan kəsi ildırım vurub. Vurub 20 il qabaq deyiblər. Mənə ki 20 il qabaq ildırım vurub. Və mən 20 il qabaq orada ildırım kimisə vurubsa, mən o tərəfə gedə bilmirəm. Və nəticədə mən o cür gözəl təbiətdən ilham almaqdan, təbiətin qoynunda gəzməkdən nə olar? Özümü məhrum edirəm. Məhrum edirəm. Gözəllikdən məhrum edirəm özümü, deyilmi? Bu görürsüz artıq bu fobiyadır. Və bunu da fobiyanın ümumiyyətlə simptomlarında da var da, baş gicəllənmə yaranır baxan kimi, insanlarda, əzələlərdə başlayır gərginlik yaranmağa, ayaqlar çeyləşir, qalırsan, ürək döyüntüləri başlayır sürətlə artırmağa, üz qızarır, üzdə qaşınma, panik ataka yanma. nə qədər oxşuyur? Eynən oxşuyur da. Bəs ona görə deyirəm ki, bunlar sadəcə panikdə bu gözlənilmədən gələ bilər. Burada isə konkret obyekt olmadan bu gəlmir. Aydındır. Mən evdə oturmuşam, məndə bu olmayacaq. Yəni Amma liftə yaxınlaşsam olacaq. Qorxuramsa. Fobiyam liftdəndirsə olacaq. Və yaxud da məni bağlı bir otaqda qoydularsa, mən məkan bağlı Fobiyam məkan, gələcək. klaustrofobiyam varsa, mən orada tək, xüsusilə də otaq biraz da bəlkə də balaca olsa, daha çox sıxılmağa başlayacağam da. Mənim udmam çətinləşəcək, nəfəsim daralacaq, gözlərim bulanlıq görməm, təsəvvür bulanlıq görməm olacaq, şok vəziyyətinə düşəcəm, hətta bayılma və siz biraz öncə qeyd etdiniz, çox düzgün vurğuladınız. Yəni başqa şeylər də ola bilər hətta. Orada insanı həmin tutaq ki, lift fobiyası var. Mənə elə belə bir sual da olmuşdu. Lift fobiyası var insanın və o ağır olarsa insanı liftə mindirmək olmaz qətiyyən, qəti şəkildə. Məsələn, o şey qapalı ola bilər. məkandan qorxanlar məsələn emerti ola bilmirlər. İnsanlar çox əziyyət çəkir ondan. Bəli, emerti ola Çünki bilmirlər. qapalı məkandır, ürəyi partlayar insanın. Bəli, o qapalı məkandır, ora girdi və o hər şey bağlandı. Düzdür, orada bilirsiniz də vurub çağırmaq Bəli. var. Mən həmişə deyirəm ki, siz əminsinizmi ki, onu vurub çağıracaq? Hə. Yəni çağırmaq imkanı olacaq da. Onu deyirəm, mən şəxsən onlara deyirəm ki, risk etmək lazım deyil. O insanı birinci o vəziyyətdən çıxartmaq, bir halda ki, fobiyanı aradan qaldırmaq var. Niyə insan elə risk atırsınız ki? Bəs biz də qeyd edirəm, bizim bu verilişlərin olması çox sağ olsun efirlər ki, bu şansı bizə də verirlər, siz də var olun. Sayənizdə. Bəli, rəhbərliklər sağ olsun ki, bunu yaradırlar ki, insanlar bilsin ki, bunu aradan qaldırmaq olar. Hər bir fobiyanı aradan qaldırmaq olar. Sadəcə olaraq onun ağırlıq dərəcəsinə baxmaq lazımdır, nədən yarandığına baxmaq lazımdır, neçə müddət davam etdiyinə baxmaq lazımdır və bunu aradan qaldır, sonra get MRT də ol, nə istəyirsən və rahat gəz də, həyatını yaşa da. Çünki hansısa bir fobiya, fərz elə ağrıdan qorxurlar. Bir normalda başa düşürəm, ağrı insanı sancır. Amma belə də bir fikir də var ki, ağrı insanı sancır, hər hansı bir xəstəlik oradan çıxardır. Bu da var, düzdürmü? Bəli. Və ağrı məni sancar, gözəl bir yerə getməlidirlər burada. Amma getmir. Orada arılar olacaq, yay olacaq, stola gələcək. İstənilən restoranda yayda arı olur da. Görmək olar. Bəli, arı görmək ola bilər. Bir də bu ola biləcək. Cəmilə xanım, Buyurun. sizdən arı dediniz, nəyi xatırladım? Balaca bir qız uşağı var idi. Onun qarışqa görəndə hədsiz dərəcədə yüksək səslə qışqırdığı yadıma düşdü. Böyüklərdə də, kiçiklərdə də fərqi yoxdur. Fobiya eynidirmi? Yəni xırda qarışqaya elə bir reaksiya verirdi. Elə bilirdiniz ki, yəni dəhşətli bir heyvan görür. Bəli, böyüklərdə də, kiçiklərdə fobiya necə eynidir? Hər şeyin yüngül, orta ağırlıq dərəcəsi var da, düzdürmü? Ağırlıq dərəcəsindən asılı olaraq kimdə necədir? Aydın. Komorbiddirmi, təkdirmi, hansıdırmı, uşaqlıqdan yaranıbmı, müddəti necədir? Bunları birinci biz aydınlaşdırıq. Bəs dediyim odur da. Məsələn, var ki, mən sadəcə qarışqanı orada görsəm heç nə olmayacaq. Artıq qarışqa düz qabağımdadırsa mən narahat olacağam. Ola bilər lap qabağımdadır. Qarışqa düz mənə yaxınlaşmamış, məndə qorxu olmayacaq. Sadəcə qorxuram. Bir də var, bilsən ki, bu otaqda qarışqa var, mən bura yaxın getmərəm. Bir xanım vardı. O deyirdi ki, həşəratdan qorxurdu. Deyir ki, bilsən ki, o binada o var, mən o binaya yaxın getmərəm. Düzdür, onu götürdük sonra inşallah ki. Bəli, götürüldü tam olaraq. Amma deyirdi ki, bu vəziyyət budur da, ilk dəfə gələndə. Və yaxud da ki, hörümçəklər. Mənim bir pasiyentim vardı, illər öncə. Deyirdi ki, yox da, mən deyirdi, rayonlara gedə bilmirəm, gəzməyə gedə bilmirəm də. Adətən görürsən, özdə xüsusilə bir müddət getməyəndə hansısa bir evdə gedib bunu görmək olur da. Bəli. Və sonra bir də gördüm ki, bir rayona getmişdilər. Şəkil çəkməyənlər, Kamil xanım, gəlmişəm burada, bəs hər şey yaxşıdır. Bəli, heç mənə təsir etmədi, gəldim, düz üstünə çıxdım, nə bilim nə. Görürsünüz ki, burada artıq bunları
üstünə gedə bilirlər, yenə bilirlər bunu və adiləşdirirlər də, sadələşir və doğrudan da baxır ki, bu hörümçək adama nə edirmiş sən demə. Niyə mən bundan belə dəhşətli formada qorxurdum? Mən buna niyə qorxuram? Bu pişik Allahın məsum bəndəsidir. Bu pişik adamı daha da rahatlaşdırır. İnsanın hətta bilirsiniz də belə bir söz də var ki, hətta pişiklər insanların xəstəliklərini götürür, nə bilim, onların nə bilim qoruyur və s. Yəni bunlar var idisə, mən niyə qorxurammış? Məndə niyə varmış bunlar? Yəni bu şeylər baş verir təbii ki, amma insanların o narahatçılığı keçirəndən sonra, insanları narahat edəndən sonra mən istəyirəm ki, hər kəs bilsin, hər bir insanımız bilsin ki, rahat olsunlar, sakit olsunlar və yaranmasını şərtləndirməyək. Düzdür, irsi faktorlar da var. Anadan gəlmə, anadan, atadan, nədənsə irsiyyətlə keçən bizim deyəndə də yəni fobiyalar var. Bunlar var və həyatda qazanılan fobiyalar var. Yerini dəyişən fobiyalar var. Freydin aspektindən nəzər salsaq. Tutaq ki, mən nədənsə başqa bir şeydən qorxuram, valideynimdən qorxuram, onu köçürdürəm başqa şeyə. Mən tutaq ki, itdən qorxuram, pişikdən qorxuram. Amma əslində qorxu obyektim konkret o olmayıb. O yerini dəyişərək köçürülüb başqa bir şeyə verilib. Və mən bundan qorxuram. Bəli. Və ya ki, hissi faktordan qorxuram. Buyurun. Mən istəyirəm sizinlə əlaqə nömrələrini də mütləq xatırladım. Ola bilər bizi dinləyən insanlar sizlə əlaqə saxlamaq istəsinlər. Deməli 050 471 1044 və 055 487 84 84 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hal-hazırda canlı efirimizin nömrəsi 055 999 1055-dir. Suallarınız varsa ünvanlayın, biz sizin suallarınızı cavablandıraq. Və Kamilə xanımın təşkil etdiyi kurs barəsində danışmaq istəyirəm. Fobiyaların yaranması və aradan qaldırılması ilə bağlı möhtəşəm bir kurs olacaq. Nevroloqlar, psixoloqlar, psixologiya fakültəsində təhsil alan tələbələr üçün, yəni gələcəkdə onların fəaliyyəti psixologiya olan insanlar üçün bu nəzərdə tutulub, amma qeyri-ixtisaslı olan insanlar da biliyini artırmaq üçün kursda iştirak edə bilərlər. Yəni Evdar xanımı belə iştirak edə bilər. Kamilə xanım gözəl belə bir şərait yaradır və şans yaradır hər kəsə. Oturub fobiyalarla bağlı məlumatı dinləyə bilərsiniz. Amma bir fərq var. Çünki məsələn nevroloq, psixoloq, ümumiyyətlə sahəsi psixologiya olan insanlar bu kurslarda uğurlu iştirak eləyərlərsə sertifikat alacaqlar. Amma kənar şəxslər, yəni qeyri-ixtisas sahəsindən olan insanlar isə sertifikatlar almayacaqlar. Bunu da Kamilə xanım bayaq çox gözəl izah elədi ki, yəni bu sertifikat artıq onun bu sahədə fəaliyyət göstərməsinə ya da fəaliyyət göstərə biləcəyinə dəlalət edən bir sənəddir. Bunu hər kəs ala bilməz. Bu bir sənəddir, onun biliyinin sübutudur və bu sahədə kim fəaliyyət göstərirsə, həmin insanlar uğurlu nəticə göstərdikdən sonra sertifikat ala biləcəklər. Bu arada kursda müntəzəm, daimi iştirak etmək də önəmlidir. Adətən insanlar kursun adını qoyur, amma özü olmur. Ya gedib iştirak eləmirlər, ya yarımçıq qoyurlar, ya bir gün gedirlər, 5 gün iştirak etmirlər, qaçırırlar yəni o günləri. Silsiləvi şəkildə getmək lazımdır. Bir kursa gedirsinizsə, bir biliyi öyrənmək istəyirsinizsə, bunu həqiqətən canı yandırın. Bizdə ara bir belə şeylər olur. Yəni o kağız olsun yetər. Amma həqiqətən özümüzə bir şeylər almaq istəmirik. Bu çox yanlışdır. Bəzən də hətta deyirəm ki, universiteti bitirəndən sonra ona görə çox insan iş tapa bilmir. Universiteti bitirə bilərsən, amma mütəxəssis ola bildinmi? Bəli. Nəyisə qazana bildinmi universitetdən? Bəli. O tələbə auditoriyası sənə nəyisə verdimi? Bax bu önəmlidir. Media Doktor reklamlardan sonra davam edəcək. Biz davam edirik. Bugün bizim studiyamızın qonağı bir daha qeyd eləmək istəyirəm. Kamilə Kəzimovadır. Klinik psixoloq, konsultant, hipnoterapevt. Bu arada hipnoterapiyadan da birazdan danışacağıq. Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru. Bu arada fobiyaların aradan qaldırılması və yaranması və aradan qaldırılması ilə bağlı kurs olacaq. Bu sayədə fəaliyyət göstərən nevroloqlar, psixoloqlar, psixologiya fakültəsində təhsil alan tələbələr üçündür. Uğurlu nəticəsi olan hər kəs sertifikat alacaq. Ancaq qeyri-ixtisasdan da insanlar iştirak eləyərək bu kursda öz biliklərini artıra bilərlər. Fobiyalarla bağlı öz biliklərini çoxalda bilərlər. Biz bugün Kamilə xanımla fikirləşdik ki, fobiyalardan niyə danışaq? Çünki bugün cəmiyyətdə o qədər insanlar var. Çox böyük əksəriyyətdir əslində fobiyaları olan insanlar. Və Kamilə xanım efirdən öncə diqqətimi çəkən bir söz dedi. Sevgi fobiyasının olması. Dedi, bugün gənclərdə bilirsinizmi nə qədər sevgi fobiyası var? Bəli. Sevgidən niyə qorxasan axı? Çox belə qəribədir. Saldı Sana xanım. Çünki çox təəssüf ki,
bizim bəzi gənclərimiz sevgidən qorxurlar. Buna sevgi fobiyası deyirlər. Sevməkdən, sevilməkdən, təsəvvür edin, gənc olasan və sevməkdən, sevilməkdən qorxasan. Bu niyə belə olur? Onun çox səbəbləri var. Dediyimiz kimi, indi biz fobiyanın bütün səbəblərini təəssüf ki, saya bilmədik vaxt azlığından. Ola bilər ki, uşaqlıqdan gələn, ailədən gələn bir problemdir. Ən çox da belə olur. Düzdür, irsi faktorlar olur. Amma mən deyərdim ki, daha çox ailə faktorları olur və yaxud da ki, ətraf mühit faktorları olur və yaxud da ki, bəzən çox təəssüf ki, deyəcəm, bəzi televiziyalarımızda negativ ailə modellərinin olması və onların yanlış çıxarılması. nümunələr. Bəli, yanlış nümunələr ki, ailələrdə belə olur və mən düşünürəm ki, ailə sevginin sonu ailədir. İndi gematofobiyanı da deyəcək, evlilik fobiyası. Yəni bunun sonu ailə qurmaqdır da və sevgi, ailə, gözəllik. Biri var, sevginin sonu düşünürsən xoşbəxt olacaqsan. Bir də var düşünürsən ki, necə olacaq və yaxud ki, bəzi xəyanətlər, cavanların bir-birinə xəyanət etməsi və s. Bu məsələlərdən yaranır və insan qəti şəkildə sevgi sözü, yəni düşünür ki, qabağına belə deyək də, kimsə gəldi, kiminləsə münasibət yarandı və o münasibət arta biləcəyi halda orada yoxdur. Həmin an kəsir və tamam uzaqlaşır. Və qeyd etdiyimiz ki, bəzən bunu heç açıqlamırlar, amma bir insan ona yaxınlaşırsa, o oradan uzaqlaşır. İnsanda o fobiyadır güclü bir şəkildə. Sevmək, sevilmək, bağlanmaq. Bəzən hətta yaxın rəfiqəsindən belə ola bilər, yaxın dostunla belə ola bilər, öz əhatə dairəsindən belə ola bilər. Burada əsas odur ki, sevgi, bağlanmaq. O da dediyimiz kimi düşünür ki, bunun onsuz sonu yoxdur və yaxud da xəyanətlə nəticələnəcək və s. Burada da insanların psixikasına bunu yeritmək qəti şəkildə düzgün deyil. Yəni biz həmişə pozitivi fikirləşməliyik ki, qarşımıza da pozitiv şeylər çıxsın da. Əgər doğrudan da biz negativ fikirləşsək, bu negativi özümüzə çəkəcəyik. Çünki Elvira deyilən bir şey var, proqram verəcəyik biz özümüzə. Və dalğalar işə düşəcək. Eynən, bəli. Çox gözəl. Və ona görə də biz çalışmalıyıq ki, negativ düşünməyək və insanlara da maarifləndirək ki, bu insanlar bunu bilsinlər. İnanın ki, elə gənclərimizə fərqində deyil ki, onda olan o sevgi fobiyasıdır. O sadəcə olaraq deyir ki, mən özümü qoruyuram. Mən özümü qoruyuram ki, mən səhər problem yaşamayım. Deyirəm ki, problem nəyi yaşayacaqsan da? Deyir ki, mən kimləsə münasibət qurub, tutaq ki, sevgi münasibəti qurub, sonradan bilirəm ki, belə olacaq. Fikir verin, qurur artıq öz gələcəyini sanki. Belə olacam, olmaqdansa heç mən münasibət də qurmaram. Belə çox yaxşıdır mənə. Belə çox rahatdır mənə. Niyə görə mən həyəcan yaşamalıyam, narahatçılıq yaşamalıyam? Yenə komfort zonası öz aləmində. Komfort zonası deyil əslində orada. Nə mənada komfort zonası deyil? Bunun düşüncəsi budur. Çünki bir yerəcən komfort zonası ola bilər. Elə bir an gələ bilər ki, artıq insan özünü tək hiss etsin. Məsələnin bu tərəfi də var da. Yəni müəyyən bir müddətə qədər bəli ola bilər, amma sonrası nə olacaq? Axı insan dünyaya gəlib ki, sevsin, sevilsin. Gəncliyin ən gözəl şeylərindən biri də odur ki, sevmək, sevilmək, həyatın gözəlliklərini dadmaq. Niyə də yox, niyə də olmasın? Təmiz, yaxşı, normal münasibətdən gedir söhbət təbii ki. Gənclərimiz yəqin ki, bizi düz anlayır. Çox gözəl, yaxşı münasibətlər olsun. İnstitutu bitirmisən, işlərini görmüsən, artıq sevib sevilmək və eyni zamanda ailə qurmaq fobiyası. Ailə qurmaq, sevgi fobiyası bir başqa məsələdir. Ailə qurmaq fobiyası. Ailə qurmaq fobiyasında sevgi var. Sevir, sevilir, hər şey gözəldir, hər şey yaxşıdır. Gəlib çatanda ki, ailə quracaq, bəzən mən tanıyıram xanımlar, tamam qırırlar, demirlər heç nə. Bildiniz, sakitcə buraxıb gedirlər. O birisi tərəf heç başa düşmür ki, bu niyə getdi, nə üçün getdi? Axı necə desin ki, mən qorxuram ailə qurmağa, mən səndən belə bir fobiyam var da. Əslində isə odur. Burada da ən çox negativ məsələlər gəlir, çıxır ortaya. Nə? Biraz öncə qeyd etdiyimiz kimi ailədə ola bilər, qohumlarda ola bilər, yaxınlarda ola bilər, rəfiqəsində ola bilər, televiziyadan eşitdikləri ola bilər, hansısa kimlərsə danışıb, bədii ədəbiyyatlardan, axı nakir məhəbbətlərdən çox yazırlar, bilirsiniz də. Yəni bir yerlərdə var, yəni o negativi alıb hardansa. Bəli, alıb, özü çox güclü alıb. Biri var, hamımızın yanında deyilir də. Bax, bəzən mənə müraciət edirlər, insanlar deyir ki, bacım da eyni şeylər eşitmişdir. Niyə bacım da tutaq ki, filan fobiya olmadı, məndə olmadı. Axı insanların heç bir şey, hətta
iki insan eyni evdə yaşasa belə, onların baxış bucaqlarında fərqlilik olur. Bunu hər kəs bilir. Hamı hər şeyə eyni münasibət bəsləmir axı. Birinin psixikası tutaq ki, biraz daha zəifdir, o birisi daha güclüdür. O birisinin münasibət baxışı, həyata baxışı daha fərqlidir. Başqasının həyata baxışı biri başqadır. Ona görə də bunlarda fərqlilik olduğu üçün bu fobiyanın yaranmasında da fərqlilik ola bilər. İki eyni insanın yanında ailədə problem ola bilər, hər şey ola bilər. O birisi sevib, sevilir, gözəl ailə qurub, ailə onun üçün böyük bir idealdır. Bu birisi bacı deyir ki, yox, mən heç vaxt ailə qurmayacağam. Elə mən bir nəfər xanımı tanıyıram, bəlkə də dinləyir. Deyir ki, oldu həyatında çox təəssüf ki, bir sevgi problemi də yaşadı. Və sevgi problemi yaşayanlar sonra deyir ki, Kamilə xanım, gördünüz ki, mən deyəndə ki, mən ümumiyyətlə ailə qurmaq istəmirəm. Siz də deyirdiniz ki, yox, hər şey yaxşıdır. Deyirəm ki, bir dəfə ilə həyatda da hər şey ola bilər də. Bir şey başımıza nəsə gələ bilər. Onu biz o mənfini tutub axıra qədər geçsək, onda həyatımız necə olar? Onu deyirəm, burax, qoy kənara. Yeni bir həyat insana başlayacaq, yeni bir gözəllik gələcək və inkişaf gedəcək də. Yəni belə şeyləri düşünsək gərək yaşamayaq. Eynən, gərək yaşamayaq və bunların hamısını aradan qaldırmaq lazımdır. Məsələ burasındadır. Kamilə xanım, yavaş-yavaş vaxtımız daralır. Sizdən bir neçə sualıma konkret cavab istəyəcəm. Hipnoterapiya ilə fobiyaları aradan qaldırmaq olurmu? Konkret olaraq, bəli, mən bir bunu hipnotçu kimi deyə bilərəm. Hipnoterapiya deyərdim ki, fobiyanın aradan qaldırılması ən gözəl vasitələrdən biridir. Niyə soruşa bilərsiniz? Özəlliyi nədir bunu? Deyə bilərsiniz. Özəlliyi odur ki, çünki mən özüm hipnotçu olaraq və bu işlə məşğul olan bir insan kimi, bir mütəxəssis kimi deyə bilərəm ki, bəzən baxırsan ki, səbəbini tapa bilmirik. Düzdür, biz biraz öncə qeyd etdik, irsi faktorlar ola bilər, sonra yeri dəyişdirilmiş ola bilər və s. ola bilər. Və hipnoz edərək, mən ən çox regresiv hipnoz deyirlər buna. Məsələn, tutaq ki, kimin neçə yaşı varsa, oradan düşürük, gəlirik geri, görək ki, bu hansı yaşda bu fobiyanın əsası var. Hansı hardan yaşda gəlir axı bu qorxu? Bəli, bu fobiya hardansa gəlməlidir axı. Hardansa yaranıb, nədənsə yaranıb. Gəlir şuur altından ona qəşəng çıxardırıq. Onu çıxardandan sonra, o yaşı biləndən sonra hansı yaşdır və onu aradan qaldırırıq. Bu bilirsiniz nəyə bənzəyir? Hər hansı bir xəstəlikdir. Xəstəliyin biz səbəbini biləndə daha tez nəticə alırıq, deyilmi? Yəni. Burada da daha çox biz bilirik nədən yarandı və sonra isə o nədən yaranmağa qarşı mübarizə aparırıq. Təlqinlər çox gözəl təsir edir təbii ki. O təlqinlərdən sonra insan rahat bir şəkildə istər hansı bir fobiya olur olsun, onu çox yaxşı bir şəkildə aradan qaldırmaq olur. Seanslar ola bilər, az ola bilər, ola bilsin çox ola bilər. Yəni müddətdən gedir söhbətdə. Bir neçə tutaq seans ola bilər və yaxud da ki 5 seans, 10 seans, 3 seans o adama baxır. Biraz öncə qeyd etdiyimiz kimi münasibətə baxır, fobiyanın ağırlıq dərəcəsinə baxır, insanın təlqini götürmə həssaslığına baxır. Yəni çox şey təsiri var da ona. Bəli. Və bu aradan çox rahat bir şəkildə qaldırmaq olur. Çox rahat. Yəni heç bir problemsiz, kimin nə fobiyası varsa çəkinmədən, rahat bir şəkildə və onu özünə dərd etmədən, və onu özü problem etmədən ki, məndə fobiya var, bunu mən necə gedib açıqlayayım da. Hər kəsdə var. Burada heç bir problem yox. Qəbahət yoxdur burada. İkinci də ki, biz ümumiyyətlə heç kəs onu informasiya vermirik. Hətta bacının sözünü bacıya belə demirik. Əgər o bizə müraciət edirsə, ondan da tam əmin ola bilərlər və rahat bir şəkildə həyatlarını yaşasınlar da. Ondan əlavə çox vasitələri var, yəni aradan qaldırma. Məsələn, virtual reallıq texnikası var. Bəli. Elə bizim hardasa buna bənzəyir o sizin qulaqçığınızın başqa bir formalarıdır. O da yəni kendisə sadəcə orada həmin fobiyanla bağlı qısa bir yəni video olur. Tutaq ki, nə fobiyasıdırsa, götürək ki, arı fobiyası. Orada çoxlu arılar var və yaxud da sosial fobiya, çoxlu insanlar gəlir, üstüvə gəlir və sən axı insanların içərisində gəzə bilmirsən də. Tutaq ki, təqdimat verə bilmirsən, danışa bilmirsən. Orada baxırsan ki, insanlar və sən onların qarşısında sanki danışacaqsan. Yəni bu şəkildə hər fobiyaya aid orada videolar var, virtual reallıqla bağlı. Onları amma ona baxırsan, amma həmin dəqiqə yox. Tutaq ki, bugün mən gəlib sizə müraciət edirəm ki, mənim iynə fobiyam var və qəti şəkildə onu etmək olmaz. Baxmaq lazım ki, adamda biraz o azaldı, tədricən özü üstə gedə bilir və sən də yoxlayırsan, o üstə gedə bilməyi bacaracaqmı? Və onda artıq o texnikadan istifadə edirsən, o rahatlaşır. Kognitiv davranış terapiyası var, art terapiya var, renklər vasitəsilə, rəsm çəkməklə, onun üstə getməklə. Yəni çox terapiya metodları var ki, bax bunların hamısından biz fobiyaları aradan qaldıra bilirik ki, insanlar da istəyirik ki, rahat, xoşbəxt, gözəl yaşasınlar. Fobiyasız gözəl bir həyat arzulayırıq. Sizə təşəkkür edirik dəvət
dəvətiniz üçün çox sağ olun. Mən təşəkkür edirəm. Bu arada Kəmilə xanımın fobiyaların yaranması və aradan qaldırılması ilə bağlı kursda iştirak etmək üçün 050 471 1044 və 055 487 84 84 nömrəsini yığa bilərsiniz. Bugün mənim həmsöhbətim klinik psixoloq, konsultant, hipnoterapevt, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Kəmilə Kazımova idi. Təəssüflər olsun ki, biz sağollaşırıq çünki sizlə o qədər maraqlıdır. Bu arada sizdən çox müsbət enerji aldım. Təşəkkür edirəm bu avranız üçün də. Və bizə ayrılan zaman yavaş-yavaş yekunlaşır. Bu arada bugün sizin doğum gününüzdür dedilərmi? Üçüncü gün, bir neçə gün sonra təbrik edirəm. Layihə rəhbərimiz sağ olsun. Sədaqət xanım. Sizdən qorxmaq lazımdır. Yaxşı bir anadır. Təbrik edirəm sizə öncədən. Təşəkkür edirəm. Yeni yaşınızda da uğurlar arzulayıram. O zaman bir dəqiqəlik mən də bir xanımı təbrik edim. Bugün Enləri xanımın ad günüdür. Bir də Ayda xanımın ad günüdür. Hər ikisini təbrik edirəm. Xoşbəxtlik, gözəllik, saadət arzulayıram. 17-si də Sevər xanımın ad günüdür. Var olsunlar. Bir halda dediniz. 19-da bizim Gülləri xanımın ad günüdür. Hamısını təbrik edirəm. 20-si də Bəxtiyar müəllimin ad günüdür. Onu da təbrik edirəm hər birini. Təşəkkürlər Kəmilə xanım. Sağ olun. Çox sağ olun. Biz ayrılan zaman yekunlaşır. Özünüzə yaxşı baxın. Təşəkkürlər. Sağ olun. Sağ olun. Media Doktor. Sağlığın varlığındır.